unudulmaz günlər idi. Elədir, çətin oldu, amma batardı. İndi başımız dik, alnımız açıqdır. 44 günün hər günü bir dastan idi. Qürur dolu xatirələr də çox idi. Mən ən çox Şuşanı gördüyümə sevindim. Bizim qəhrəman şəhidimiz Həmid ağanın da arzusu Şuşanı azad görmək idi. Təəssüf ki, bu ona nəsib olmadı. Qəhrəman qardaşımız Həmid ağa Kəlbəcər istiqamətində gedən döyüşlərdə yanımızda şəhid oldu.